Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, məktəblərdə təhsil alan şagirdlərdə olan bəzi özbaşınalıqlar. Bir qism şagirdlərdə son zamanlar belə hallar daha çox qabarıq olub. Doğrudur, illərdir olub. Bu nədən söhbət gedir? Bəzən məktəbin arxa hissəsində, yəni məktəbin adətən küçə dili ilə söhbət edən bəzi şagirdlər olur. Bilirsiniz siz də bunu, dal tərəfinə yığılışanlar. Əllərində siqaret, yəni papiros, tütün. Daimi olaraq baxırsan 10-cu 11-ci şagirddir, ağzından süd iyi gəlir. Sən dünənki uşaqsan. Bunun ya valideynin mi xəbəri yoxdur, yoxsa bu pulu hardan mı tapıb? Yoxsa birindən mi, yoldan keçəndən mi bir gün ondan ştosunu, bundan yəni dənə-dənə kimi alıb siqaret çəkən şagirdlər. Halbuki həmən şagirdin əlində kitab, dəftər olub. Hər hansı bir araşdırma aparsın, yaxud televiziya yarışmaları var. Telekanallarda aparılan bir sıra milli intellektual birlik yarışmaları var. Yoxsa bunlara qoşulmaqdansa, yoxsa bu nə vəziyyətdir? Keçənqə saç, damaqda siqaret, piliyə. Amma gəl ki, hər hansı bir səhvə olduğu təqdirdə mən sənin şillə vurum ağzının üstündən müəlliminəm məktəbdə. Anası yaxud digər valideyn ailə fərdlərindən elə gələcəklər qaça-qaça. Sən kimsən? Biraz da çox qeyri-etik səslənəcək. Sənin küçüyün az qalsın sinifdə də siqaret çəksin. Bəzən olur, bir də görsən əlində yandıran, yəni biraz rus dilində zajiralka, Azərbaycanda yəni yandıran, partiyanın arxa tərəfini yandıran kim, masanın üstünə vorzakon emojisi çəkən kim. Heç bəlkə də fərqində də deyil. Heç bədbəxt bunu heç görməyib ömründə. Türməyə düşmək, zona düşmək aurasında yaşayanlar mı? Yoxsa? Ona görə ölkə günü-gündən get-gedə çox pisləşir. Və sən pis olduğunun, övladının fərqində ola bilməyib. Heç bəlkə də göndərdiyin hazırlığa da getmir. Həqiqətən belə şagirdlər çoxdur. Onun üçün mütləq şəkildə yüksək diqqət olmalıdır. Nə qədər ki aşağı diqqət, yaxud diqqətsizlik. Bu da biz nədən qaynaqlanır? Evdə anasının, atasının, yəni valideynlərinin bir-birlərinin yola getməməsi ilə. Gör evdə baş qarşıqdır, vəssalami, getdi. Axırda nədir? Ya narkoman, ya da kəsilib hər hansı tində duran bir loru dilə və yaxud şablon səslənmə pasyak tipli küçə dili uşağı. Onun üçün mütləq şəkildə övladlara diqqət olmalı. Onları yüksək aşağı yox, normal da yox. Yüksək səviyyədə milli televiziya yarışmalarla bunlara qatılmasının şərait yaradılmalıdır. Bu dəqiqə telefona, planşetlə ehtiyac yoxdur. Televiziyalarda gedir. Bir dəfə qeydiyyatdan keçsən, axır 3 dəfə keç, birində axır düşəcəksən, çağıracaqlar, gedəcəksən. Və nəticə itibarilə nə qədər ki diqqət olacaq, o qədər inkişaf olacaq. Diqqət olmayan yerdə inkişaf gözləməyə dəyməz. Bu qədər. Suallarınız olduğu təqdirdə mesaj bölməsi yaza bilərsiniz, yaxud hər hansı fikirləriniz olduğu təqdirdə bölüşə bilərsiniz. Seanslarımız onlayn və əyani şəkildə həyata keçirilir. Qoşula bilmək istəyənlər direkt bölməsinə, mesaj bölməsinə əlaqə saxlayıb suallarını verə bilərlər.